Gürcüstan prokurorluğu 14 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxsi saxlayıbdır. İstintaqın məlumatına görə həmin şəxs sosial şəbəkədə saxta profil açaraq yeniyetməni hədələyib və ondan intim videolar tələb edibdir. Təqsirlənilən şəxs təhdid yolu ilə uşağın şəxsi görüntülərini əldə edərək qanunsuz saxlayıbdır. Daha sonra bu materialları yayacağı ilə həddə qorxu gələrək uşağı münasibəti davam etdirməyi məcbur edibdir. Ağır psixoloji təzyiqlərə dözməyən yeniyetmə özünə xəsarət yetiribdir. Faktla bağlı araşdırma davam edir. Cinayətkarı 9 ilə qədər həbs cəzası gözləyir. Quriyanın Baxmarov qəsəbəsində meşədən qanunsuz ağac daşıyan şəxs saxlanılıbdır. Bir vətəndaşın idarə etdiyi avtomobildə 12 ədəd fıstıq ağacı kötüyü aşkar olunubdur. Məlum olub ki, daşınan ağacların heç bir rəsmi sənədi yoxdur. Hazırda avtomobil və yüklənmiş ağaclar möhürlənibdir. Qanun pozucusu barəsində müvafiq tədbirlər görülür. Batuminin Sarpi keçid məntəqəsində 2 xarici ölkə vətəndaşı dövlət sərhədini qanunsuz keçərkən saxlanılıbdır. Araşdırma zamanı onların Türkiyədən Gürcüstana gizli yollarla keçməyə çalışdıqları müəyyən edilibdir. Saxlanılan şəxsləri 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Kaxetidə 11 fərqli avtomobil yuma məntəqəsindən pul oğurlayan 2 nəfər saxlanılıbdır. Məlumata görə saxlanılan şəxslər əvvəllər də məhkumluq həyatı yaşayıblar. Polis oğurlanan pulları maddi sübut kimi götürübdür. Cinayəti törədənlər 7 ilə qədər həbs oluna bilər. İmireti polisi küllü miqdarda narkotik satışı ilə məşğul olan 32 yaşlı şəxsi həbs edibdir. İstintaq zamanı gizli video və audio yazılar vasitəsilə həmin şəxsin metadon satdığı sübuta yetirilibdir. Cinayətkarın evindən həmçinin qanunsuz döyüş sursatları da tapılıbdır. Onu 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Tbilisinin Utsubitsi küçəsində qanlı hadisə baş veribdir. 36 yaşlı şəxs mübahisə zəminində 33 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıbdır. Yaralı dərhal xəstəxanaya yerləşdirilibdir. Ona tibbi yardım göstərilibdir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq polis tərəfindən saxlanılıbdır. Tbilisi polisi paytaxtda böyük miqdarda narkotik vasitəsi ələ keçiribdir. Saxlananlardan ikisi Gürcüstan, ikisi də Hindistan vətəndaşıdır. Onların üzərindən və yaşadıkları yerlərdən satış üçün qablaşdırılmış alfa PFP və metadon aşkar edilibdir. Cinayətkarları 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.